Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rük kənd inzibati ərazi dairəsinin Güldək kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Mən Güldək kənd İbtidai məktəbinin rəhbər və müəllimiyəm. 29 ildir bu kənddə, bu təhsil ocağında və şagirdlərimə təhsil verirəm. Zıxır kənd ümumi təhsil məktəbində deməli hardasa 20 belə şagird var. Onun 16-sı bizim kəndin şagirdləridir ki, o məktəbə gedir. İbtidai məktəbdə də bugün məndə 10 nəfər şagirdim var. Ancaq Zıxır kəndində 2 nəfər şagird var. Ona görə xahiş edirəm ki, bunu nəzərə alıb yeni bir məktəb tikilsin, şagirdlərimiz yeni təhsil ocaqlarında daha səmərəli yerdə təhsil alsın. Ümumi neçə şagird var? 10 şagird. Bəs yuxarı siniflərdə? 5-9? 16 şagird də bizim kənddən gedir Zıxır məktəbinə. Cəmi səhv eləmirəmsə Fağman 25 şagirddir. Orada Dəlqaya və Zıxır kəndindən gələn şagirdlər ibtidai məktəblə bir yerdədir, onları da ancaq bu say. 5-9-da 16 nəfər? Hə. Belə bizim kəndin özündə 26 şagirdimiz var. Qərar verilib bu məktəblə bağlı, yoxsa yox elə? Yəni başarı tam qərar verilib. Biz bu barədə müraciət etmişik ki... Siz əlaqə saxlayın bizim şöbə ilə. Biz təcili Emin Əmrullayev məktub yazaq Elm Təhsil Nazirliyinə. Ki, ona görə saxlatdıra bilsə yaxşı olur. Çox sağ olun, minnətdaram. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Güldək kənd İbtidai məktəbinin qarşısında qoyulmuş 44 günlük Vətən müharibəsində şəhid olmuş Həbbub Murad Asəfoğlunun xatirə güşəsinin qarşısına gül dəstələri qoyublar. Sahib Məmmədli Elçin Şuşalı, Qafqaz TV üçün.